Azərbaycan Dövlət Pedaqoji Universitetində Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzinin birgə həyata keçirdiyi Məktəbəqədər Təhsildə Liderlik proqramının birinci çağırışı və Məktəb Liderliyi proqramının ikinci çağırışı üzrə bağlanış mərasimləri keçirilib. Tədbirdə universitetin rektoru Cəfər Cəfərov, Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli və digər dövlət rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri və proqramların məzunları iştirak ediblər. Qeyd etmək istəyirəm ki, artıq ikinci ildir ki, Məktəb Liderliyi proqramı həyata keçirilir. Bu il ilk dəfə olaraq biz bu proqrama regionlardan olan təhsil işçilərini də cəlb etmişik. Eyni zamanda ilk dəfə olaraq Məktəbəqədər Təhsildə Liderlik proqramını da həyata keçirdik. Hər iki proqram üzrə 221 nəfər məzun uğurla proqramı bitirmişdir. Məktəb liderliyi proqramına üzrə bizə keçirilən modullarda məktəbdə lazım olan, liderlik üçün lazım olan bütün bacarıqlar və səriştələr öyrədilmişdir. Təbii ki, müasir dövrdə əsl lider kimi formalaşmaq davamlı öyrənmədən başlayır və bu proqram mənə yeni biliklər, yeni təcrübələr qazandırdı. Həm təlimçilər tərəfindən, eyni zamanda həmkarlarımız tərəfindən yeni bilgilərə nail olduq. Qeyd edək ki, mərasim məzunların təltif edilməsi ilə davam edib, belə ki, Məktəbəqədər Təhsildə Liderlik proqramının birinci çağırışı üzrə 100 nəfər, Məktəb Liderliyi proqramının ikinci çağırışı üzrə isə 121 nəfər olmaqla ümumilikdə 221 nəfər məzun olub.